Davam edirik Əqrəb bürcləri ilə 15-21 dekabr həftəsi əqrəbləri nə gözləyir? Bu həftə daha çox düşünəcək, qərarları diqqətlə verəcəksiniz. Hətta deyərdim ki, keçən həftənin 4-cü günündən bu yana siz artıq overthinking deyirlər də, yəni aşırı düşünməyə başlamışsınız. İşdə səbirli olmaq, gizli qalan detallara fikir vermək faydalı olacaq. Münasibətlərdə dərin söhbət, səmimiyyət ön plana keçəcək. Sağlamlıq üçün emosional gərginlikdən uzaq olmaq lazımdır. İndi gəlin baxaq. Üzümüzə gələn həftə əqrəblər üçün kartlar nə vəd edir? Əqrəb bürcü 15-21 dekabr həftəsi. Belə, yaxın gələcəkdə emosional gərginlik, daxili narahatlıq yaşaya bilərsiniz. Kiminsə sizə qarşı pis niyyətli olduğunu düşünmək sizdə artıq qorxu, şübhə yarada bilər. Bu dövrdə emosiyalarınızı nəzarətdə saxlamaq, hər düşüncəyə dərhal inanmaqdan biraz çəkinib uzaqlaşmaq lazımdır. İnsanların sizə olan hörməti, etimadı bu həftə artacaq. Ətrafınızdakılar sizi daha ciddi, dəyərli, sözünə güvənilən biri kimi görəcəklər. Bu sosial çevrədə və yaxud da iş mühitində mövqeyinizi daha da gücləndirəcək. Həyatınızda bir ayrılıq, dəyişiklik ya da keçid dövrü yaşaya bilərsiniz. Bu vəziyyət sizdə emosional boşluq, kədər hissi yarada bilər. Yəni ki, depressiv olacaqsınız. Amma eyni zamanda bu boşluq yeni bir başlanğıc üçün də yer açır. Əqrəblər həyatında üzümüzə gələn il çox böyük dəyişiklik olacaq və bu dəyişiklik artıq dekabrdan, yəni təmizləmə prosesi başlayır. Artıq qərar vermək, cəsarətlə addım atmaq zamanıdır. İrəli hərəkət etmək zamanıdır. Gözləmək əvəzinə hərəkət etməlisiniz. Vəziyyət sizin xeyrinizə dəyişə bilər. Özünüzə inanın. Özünüzə inam sizdə çox önəmlidir. Azacıq inamsızlıq sizi depressiyaya sala bilər. Ehtiyatlı olmağın vacibliyini xüsusi vurğulamaq istəyirəm. Hər kəsə açıq olmaq əvəzinə özünüzü qorumaq məqsədi ilə hər şeyi hər kəsə demək olmaz. Ümumiyyətlə özünüzlə kimlə daha yaxın, kimlə daha uzaq olmağınızı özünüz belirləyin, yəni sərhədlərinizi qoruyun. Əgər gizlilik prinsipini qorusaz, sizin üçün daha uğurlu olacaq. Çünki yenə də qeyd edirəm, keçən həftə də qeyd eləmişdim. Əqrəblərdir, şirlərdir. Bunlar aşırı dərəcədə göz nəzər götürürlər və bu da onları geri atır. Qarşıda planlı, ciddi zəhmət tələb edən dövrü var. Bu mərhələdə səbirli, nizamlı olsanız, gördüyünüz işin bəhrəsini görərsiniz. Çünki siz, belə deyək də, ağır zəhmət tələb edib, uzun müddətdir uğraşdığınız bir, çalışdığınız, nəticə əldə etmək istədiyiniz bəzi problemlərin həlli var və həmin o nəticəni deyir, dişimlə, dırnağımla bunu əldə etmişəm. Tam o söz bu probleminizə, bu məsələnizə aid ola bilər. Yəni, nəticə əldə edəcəksiniz. Maddi baxımdan güclənmə, fiziki rahatlıq olacaq. Pul, hər hansı bir əşya ilə bağlı müsbət irəliləyiş mümkündür. Özünüzü daha güvənli, rahat hiss etməyinizi istəyirəm. Çünki tövsiyə odur. Özünüzə inan bu həftə sizin üçün çox önəmlidir. Depressiyaya girməyin. Maddi baxımdan da həftə sonu artıq düzəlmələr baş verəcək. Bu qədər.